Avropa Məhkəməsi və bütövlükdə beynəlxalq insan hüquqlarına dair məhkəmələr, ələxüsus Azərbaycan üzvü olduğu Avropa Məhkəməsi hüququn mənbəyi kimi, hüquq yaradıcı baza kimi çox dəyərlidir və hesab edirəm ki, Azərbaycan Respublikası Avropa Məhkəməsindən çıxmamalıdır. Bu mənim arzumdur, həm də hüquqşünas kimi. Avropa Məhkəməsinin Azərbaycan hüquq sisteminə verdiyi mühüm töhfələr var. Hətta bunun nəticəsində Azərbaycan qanunvericiliyində heç də az olmayan sayda dəyişikliklər etmişdir. Avropa Məhkəməsinin bəzi qərarları var ki, Azərbaycan Respublikası bu qərarlardan sonra mülkiyyətə yanaşması, məhkəmə qərarlarının icrasına yanaşması dəyişmişdir. Ağlımda olan ən məşhur işlərdən biri də Akimov Azərbaycana qarşı olub. Bu işin mahiyyətində o dayanır ki, şəxsin mənzilinə digər şəxslər kirayə verdiyi mənzilə kirayəyə götürən şəxs başqa şəxsləri dəvət edib və məskunlaşıblar və şəxs bununla bağlı yerli məhkəmələrə, Azərbaycan məhkəmələrinə müraciət edib, lakin bu məhkəmələr müsbət qərar çıxarılsa da, bu məhkəmə qərarları icra edilməyib və vətəndaş Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Avropa Məhkəməsi bu qərarla çox önəmli məsələlərə, mülkiyyət hüququ ilə bağlı məsələlərə və məhkəmə qərarının icra olunması məsələlərində pozuntu tanıyıb və bu qərarlardan sonra vətəndaşın xeyrinə olan məhkəmə qərarı icra olunub və vətəndaş öz mənzilinə qovuşub. Bu və digər Avropa Məhkəməsinin qərarlarının önəmi həm də ondan ibarətdir ki, mən hesab edirəm ki, Akimovun işində və digər bu kimi qərarlardan sonra hesab edirəm ki, və bütünlükdə Azərbaycanın digər beynəlxalq təşkilatlara, insan hüquqları ilə bağlı məhkəmələrə və təşkilatlar üzvlüyündən sonra misal üçün vacib baza konstitusiyanın bununla bağlı məhkəmə qərarlarının icrası ilə bağlı vacib norma əlavə olunub, məhkəmə qərarlarının vacibliyi vurğulanıb və ədalət mühakiməsi çatdırmaq üçün məhkəmə qərarlarının mütləq icra edilməsi və bununla bağlı məsuliyyət birbaşa konstitusiyasında öz əksini tapıb. Avropa Məhkəməsi mülkiyyətə yanaşma, məhkəmə qərarının icra olunmasına, insan hüquq azadlıqlarına, şərəf və ləyaqətə və işgəncələrə qarşı bir sıra mühüm qərarlar qəbul edib və hətta bəzi hallarda Azərbaycan Ali Məhkəməsi bu qərarlardan irəli gələrək qüvvədə olan məhkəmə qərarlarını ləğv edib, yenidən qərar çıxarılıb, baxılması üçün aşağı instansiya məhkəmələrinə göndərilib. Ümid edirəm ki, Azərbaycan Avropa Məhkəməsindən çox mühüm hüquqi baza, hüquqi mənbə olan Avropa Məhkəməsindən heç vaxt çıxmayacaq.